Elə sirkədə söndürülmüş sodadan, bir də qabartma tozundan istifadə edirik. Aha. Bəs paxlava nədir? Paxlava şəkər, bir də qoz fındıq içliyi qatılmış şirniyyat məmulatıdır. Yaxşı. Bəs deyirdik ki, müxtəlif bölgələr belə deyək də, paxlavalar vardı. Hansı paxlavalar var idi? Deməli, Bakı paxlavasıdır, Şəkidir, Qubadır, sonra Naxçıvan, Şuşa, Naxçıvan, Şuşa, bir də Ərişdə şəkilli. Ərişdə şəkilli, Gəncə paxlavası olurdu, bəli. Yaxşı. Bəs paxlava xəmiri necə olur? Mayalı, mayasız, bir də qat-qat xəmirdən hazırlanırdı. Aha. Paxlavalar bir-birindən nəyinə görə fərqlənir? Onların formasına görə fərqlənir, bir də formasına görə fərqlənir. Bəzədilmə üsuluna görə, bəzədilmə üsulu, forma verdik. İçliyinə, xəmirinə, bir də şərbətinə görə də. Şərbət, hə. İçli xəmir. Bəli. Bəs üstünlük təşkil edən doğrama üsulu hansı idi? Üstünlük təşkil edən rob şəkillidir. Yaxşı. Bəs paxlava hazırlayan zaman hansı qaydalar vardı? Ardıcıllıq necə idi orada? Deməli, paxlavanı biz dayaz tavada bişiririk. İçlik üçün qoz, fındıq və yaxud badam içliyi üyüdülür, sonra şəkər qatılır, xəmir laylay açılır, içərisinə eyni qaydada layların arasına ləpə səpilir, üzəri kip bərkidilir ki, laylar yaxşı bir-birinə yaxşı yapışsın. Sonra əvvəlcə onu doğramaq lazımdır, kip otursun. Sonra doğramaq lazımdır. Sonra üzərinə yumurtanın sarısını çəkirik. Daha sonra sobaya veririk. Bişirmə müddətində də əvvəlcədən yağladığımıza baxmayaraq biz onu sobadan götürüb fasilə veririk. Onun aralarını yağlamaq lazımdır. Bişirmənin sonunda da bir qədər gözləyirik. Sonra üzərinə şərbət vururuq. Şərbət ona həm dad verir, həm də yumşaqlıq verir. Aha, paxlava əsasən hansı xəmirdən hazırlanır? Əsasən mayalı xəmirdən hazırlanır. Mayalı, bəli. Bəs içlik necə olur paxlavada? İçlik qozdan, fındıq, bir də badamdan hazırlanır. Çəkisi də elə bil 500 qram ləpə götürəndə 500 qram da şəkər götürmək lazımdır. Aha. İçlik üçün fındıq istifadə edirəm. Nə edəcəm? Əvvəlcə onu qovururuq, sonra qabığını təmizləyirik, daha sonra qarışdırmaq lazımdır şəkərlə. Üyüdülür sonra. Bəs badam ləpəsi? Badam ləpəsini qaynar suya salırıq, sonra onu təmizləyib istifadə edirik. Bir neçə dəqiqə qaynar suda, bir neçə dəqiqə saxlayırıq, bəli, onun qabığını soyuruq. Bir neçə dəqiqə. Aha, bal şərbəti üçün nə qədər götürürdük balı, suyu? Bal şərbəti üçün 500 qram bal götürürdük, 100 qram su götürülür. Qaynadılır, belə sap kimi uzananda hazır vəziyyətə gəlmiş hesab olunur. Aha, bəs bal şəkər? Bal şəkər nə qədər idi? 1,5 şəkər idi deyəsən. 1,5 şəkər idi, 2 stəkan su idi. O qaynadılırdı, üzərinin köpüyü yığılırdı. Sonra 200 ml də bal tökürdük. Qaynadılırdı, bu da yenə sap kimi olanda götürürdük. Bəs şəkər şərbəti? Şəkər şərbəti 1 stəkan şəkəri idi, 1,5 stəkan su idi, 0,5 çay qaşığı da zəfəran idi. Bir də portağal qabığı, bir də vanil də əlavə edə bilərdik. 5 dəqiqə qaynadıb, sonra götürürdük. Bunun dadı daha yaxşı olur. Zəncəfil, portağal qabığı, limon. Zəncəfil. Neçə dəqiqə qaynadırdıq? 5 dəqiqə qaynadırdıq. 5 dəqiqə qaynadırdıq, bəli. Bəs konservləşdirmə nədir? Konservləşdirmə qida məhsullarının
zərərli mikroorqanizmlərin həyat fəaliyyətinin dayandırılması. Konservləşdirmənin əsas üsulları. Sterilləşdirmədir, qurudulmadır, qaxac edilmədir, hissə vermədir. Sonra nə idi? Duza qoyulmadır, dondurulma da bura aiddir. Sonra mürəbbədir, cemdir, kompotdur, bu da konservləşdirməyə aiddir. Jelelərdə aiddir. Bəs ən yaxşı üsul hansı oldu? Ən yaxşı üsul dondurulmadır. Sterilləşdirmə nəyə deyilir? Sterilləşdirmə qida məhsullarının istənilən mühitdə mikroorqanizmlərin məhv edilməsidir. İstənilən mühitdə deyəndə bankadakı maye bir də hava başa düşülür. Yaxşı. Sterilləşdirmədə əsas istilik vasitələri. Əsas istilik vasitələri buxardır, sudur, bir də havadır. Aha, bəs qurudulma nə idi? Qurudulma qida məhsullarının rütubətin kənarlaşdırılması, susuzlaşdırılmasıdır. Burada mikroorqanizmlərin həyat fəaliyyətinə münbit şərait olmur. Olmurdu, bəli. Yaxşı. Bəs qurudulma harada yerinə yetirilir? Deməli, küləkdə, havada, bir də vakuumda. Havasız şəraitdə. Hissə vermə nə idi? Hissə vermə kimyəvi konservləşdirilmədir, bir də susuzlaşdırılma. Bu da elə bir tüstünü qurudulurdu, tüstünü də canına çəkirdi. Aha, bəli. Bəs qaxac edilmə? Qaxac edilmə xörək duzu ilə kimyəvi konservləşdirmədir. Xörək duzu ilə kimyəvi konservləşdirmədir, həm də susuzlaşdırma da var burada. Həm də susuzlaşdırma. Bəs qıcqırtma? Qıcqırtma turşularla bioloji saxlanması, bir də duzlanmasıdır. Aha. Ev şəraitində konservləşdirmək üçün bizə nə lazımdır? Bizə deməli ləyənlər lazımdır, aş süzəndir, sonra bıçaqdır, sürtkəcdir, sonra bankadır, əsas vasitə, sonra bağlamaq üçün qapaq bağlayandır, qapaqlardır. Bəli, qapaq bağlayan maşın lazım idi. Yaxşı. Bəs deyin görün mənə, kip bağlama nə idi? Kip bağlama emal zamanı mikroorqanizmlərin düşməsinin qarşısını alır. Bəli, həyat fəaliyyətinə imkan vermir. Bəli. Yəni onların yenidən yaranmaması, mühitinin yaradılması idi kip bağlama. Yaxşı. Növlərə ayırma? Növlərə ayırma meyvə və tərəvəzlərdə keyfiyyətinə, yetişmə dərəcəsinə görə onları biz növlərə ayırırdıq. Bu zaman kal, yetişməmiş hissələri kənarlaşdırırdıq. Bir də formasına, ölçüsünə görə marinatda, mürəbbədə onlar xüsusi əhəmiyyət kəsb eləyirdi. Aha. Bəs yuma nə idi? Yuma çirkin mikroorqanizm çirkin mikroorqanizmlərin, bir də zərərli kimyəvi maddələrin kənarlaşdırılmasıdır. Aha, bəli. Yaxşı. Bəs çəkilib qablara doldurma? Çəkilib qablara doldurulma. Bu zaman siyahıda göstərilən ərzaqların yığılmasıdır da. Qaba yığmaq üçün yəni onları nəzərə almaq lazımdır. Yəni belə başa düşdüm o cümlələri. Bəli. Yaxşı. Bəs təmizlənmə, doğranma? Təmizləmə, doğranma meyvə tərəvəzlərin yeyilməyən hissələri, yəni zədəli hissələri, sonra çəyirdəkdir, qabığıdır, təmizlənib kənarlaşdırılmasıdır. Bəs pörtmə nə idi? Pörtmə qaynar su, bir də buxar yerinə yetiririk. Bu zamanda o həm rəngini qoruyur, həm də bankaya yığarkən rahat yığmaq olur. Bir də şeydir. Kip yığmaq üçün də rahat. Deyir, marinat töküləndə çatlamır da? Çatlamır. Bəs hansı qablaşdırma üçün hansı qablardan istifadə edirik?
Qablaşdırma üçün şüşə bankalardan istifadə olunur. Taxta çəlləklərdən, yeşiklərdən, sonra emallı qablardan, vedrələrdən istifadə olunur. Bunlar da əvvəlcə çay sodası ilə su ilə yuyulur, sonra isə qaynar su ilə yaxalayırdıq. Yaxşı. Bəs qapaqları, şüşəni, bankanı neçə dəqiqə steriliz edirdik? Deməli, şüşəni 5 dəqiqə steriliz edirik. Qapaqları isə 10-15 dəqiqə steriliz etmək lazımdır. Ev şəraitində sterilizəni necə aparırıq? Ev şəraitində suyu qaynadırıq. Böyük dibi qalın enli qazan götürürük. Onun içinə elə bil ki 2,5-3 sm qalınlığında ya taxta ya da metal tur qoyuruq. Sonra üzərinə dəsmal örtürük. Bankalar bir-birinə dəyməmək şərti ilə yığılır. Əgər ağzını metal qapaqla bağlayırıqsa, onun içərisində olan tərəvəzlərin hündürlüyündə su tökmək lazımdır, qaynar su. Soyudulmanı necə edirdik? Soyudulmanı pasterize sterilizədən sonra digər qazan götürürük. İçərisinə bir qədər qaynar su tökürük. Sonra bankanı həmin qazana qoyuruq. Sonra yavaş-yavaş soyuq su tökürük. Bunu elə etmək lazımdır ki, banka çatlamasın. Sonra həmin suyu boşaldırıq, yerinə soyuq su doldururuq. Bu zaman ehtiyatlı eləmək lazımdır ki, yəni temperatur dəyişəndə banka çatlaya bilər. Bəs konservləri necə saxlayırıq indi? Hazırladıq, necə saxlayırıq? Hazırları 4-8 temperaturda quru və qaranlıq yerdə. Qaranlıq yerdə, bəli, deyirdik ki, öz rəngini, qida dəyərliyini qoruyub saxlayırdı qaranlıq yerdə. Yaxşı, deyin görüm, şagird dərsin başlamasına neçə dəqiqə qalmış məktəbdə olmalıdır? Dərsin başlamasına 15-20 dəqiqə qalmış məktəbdə olmalıdır. 15-20 dəqiqə qalmış idi, bəli. Yaxşı. Bəs şagird dərsdən qalarsa, müəllimə nə verməlidir? Deməli, ya tibbi arayış gətirməlidir, ya da valideynin ərizəsini verməlidir. Kimə verirdi bunu? Onun sinif rəhbərinə. Aha, yaxşı. Deyirdik ki, üzürlü səbəb olmadan dərs buraxmamalıdır. Hansı qaydamıza aiddir? Ümumi davranış qaydası. Öz iş yerini sərgiyə salmalıdır. Öz iş yerini tənəffüsdə. Bəs sinif otağının sərgiəli olmasına nəzarət eləməlidir? Sinif otağı növbətçinin vəzifəsi. Bəs öz iş yerinin təmizlik, sərgiəliyinin qorunmasına cavabdeh olmalıdır? Öz iş yerinin cavabdeh. O dərs zamanıdır. Dərs zamanıdır, bəli. Məktəb daxili intizam qaydalarına riayət etməli. Müəllim məktəb işçilərinin tələblərini yerinə yetirməlidir. Tənəffüs. Tənəffüsdə idi, bəli. Tənəffüsdə idi. Lazımi dərs vəsaitlərini hazırlamalı və öz iş yerini tutmalıdır. Ümumi davranış qaydası. Etik davranışa zidd ifadələr işlətmək, səs salmaq, dərslərin gedişinə mane olmaq. Bu şagirdə qadağandır. Müəllimləri, valideynləri, digər qonaqları gördükdə onlarla salamlaşmaq, yol vermək. Salamlaşmaq. Tənəffüsdə. Yaxşı. Bəs dərs zamanı müəllimin icazəsi olmadan məktəbi, məktəb ərazisini tərk etməməlidir? Ümumi davranış. Özündən böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır. Bu da ümumi davranışdır. Aha. Sonra dərs qurtarandan sonra sinifin təmizliyini təmin etmək. Növbətçinin vəzifəsi. Büdcə neçə anlayışla xarakterizə olunur? Büdcə 2 anlayışla gəlir və xərc. Gəlir, bir də xərc idi. Yaxşı. Gəlir nəyə deyilir? Gəlir idarə və təşkilatlardan gördüyü iş müqabilində aldığı əmək haqqı. Bizim büdcəmizdə nə zaman kəsir yaranır? Büdcəmizdə kəsir, yəni xərclərimiz gəlirimizi üstələyən zaman kəsir yaranır. Aha, nə zaman vəsaitimizin bir qismini yığıma yönləndiririk? Gəlirimiz xərclərimizi üstələyərsə, yığıma yönəlir. Aha, bəli. Yaxşı. Bəs deyin görün mənə. İnflyasiya nə idi?
İnflyasiya dövlət tərəfindən əmtəə dəyərindən, pulların əmtəə dəyərindən artıq dövrəyə buraxılmasıdır. Aha. Bəs ev mühasibatçısı kim idi? Evdə ailə üzvlərinin hər biri ola bilər. Hər biri idi. Yaxşı. Qida məhsullarının alınması neçə faizdir? Qida məhsulları 40%-dir. Təqaüdlər, müavinatlar? Təqaüd, müavinət 9%. Aha. Əmək haqqı? Əmək haqqı 80%. Mütləq ödəmələr, yığımlar, vergilər, kommunal xərclər? Ödəmələr 25%. Ayrı mənbədən gəlirlər? Ayrı mənbə ayrı 7%. Qeyri-qida məhsulları, geyim, ayaqqabı, mebel, məişət əşyalarının alınması? Qeyri-qida 20%. Kino, teatr, muzey? 10%-dir. Aha, biz divara əşya bərkidərkən hansı tələbləri gözləməliyik? Hansı tələbləri bərkitmə yerinin məqsədə uyğunluğu, bərkidən əşyanın təyinatı, bir də bərkitmənin etibarlılığı olmalı. Aha, hansı üsulla idi bizim bərkitməmiz? Neçə üsul? Deməli, 2 cür idi. Görünən? Görünən, hər bir də görünməyən. Görünən metal kronşteyn idi, görünməyən də daxili mil. Bəs bərkidilmə vasitələri? Bərkidilmə vasitələri deməli metal asma dayaq, metal kronşteyn, sonra metal asmalar. Bəli. Bəs kronşteyn nə oldu? Kronşteyn metal asma dayaq. Xeyr, kronşteyn nədir? Kronşteyn Divara bərkidilmiş? Divara bərkidilmiş dayaq. Atlıq dayaq idi. Bəs bərkidici vasitələr hansılardır? Bərkidici. Bərkidici vasitələr şuruplar, dübel. Şuruplar, sonra anker, sonra dübellər. dübellərdir. Suvaqın altında olan gizli elektrik kabelini necə aşkar edirik? Siqnalizator vasitəsilə 5-7 sm qalınlığında divarda təyin etmək olur. Aha. Kərpic divara hansı dübel quraşdırırıq? Kərpic divara mismar. Mismar dübeli hansı hissədən ibarətdir? 2 hissədən ibarətdir. Tıxac, bir də Şurupdan. Şurup, tıxac, bir də şurup. Tıxac hansı materialdan olarsa daha yaxşıdır, etibarlıdır? Daha etibarlı neylondan olanda. Aha, yaxşı. Bəs kərtikləri az olarsa yaxşıdır, yoxsa çox olarsa? Kərtikləri nə qədər çox olsa o qədər yaxşıdır. Əşyanın kərpic divara bərkidilməsinin ardıcıllığını söyləyin. Deməli, divar burğulanır, sonra dübel vurulur, sonra nə idi? Şurup bərkidilir, sonra əşya vurulur. Aha. Bəs məsaməli materialları hansı dübel quraşdırılır? Məsaməli spiral dübellərdən istifadə edirik. Spiral dübellər hansı şuruplarla quraşdırılır? Montaj şurupları ilə. Ağır əşyaları nə ilə bərkidirik, bağlayırıq? Ağır əşyaları ankerlə bərkidirik. Ankerlə. Ankerin vurulma ardıcıllığı? Anker deməli divar burğulanır, tozdan təmizlənir, o da fırça, bir də tozsoran vasitəsilə. Sonra anker bərkidilir, anker vurulur, əşya bərkidilir. Aha, bəs alçıvan gips kartonla işləyərkən hansı dübeldən istifadə edirik? Alçıvan, kəpənək. Kəpənək dübel hansı hissədən ibarətdir? O da elə bir hissəsi var, qanatlı, bir də bığcıqlardır deyəsən. Nə idi?
bığcıqlar, bir də kənarları var da. Və kənarlar elə bilim Aha. qanaddır. Nəyə xidmət eləyir bu bığcıqlarla kənarlar? Kənarlar o deşiyə düşməyini ləngidirdi. Bığcıqlar da dönməsini Aha. mane olur. Bəli, yaxşı. Bəs hansı alətin ki, elektrik aləti idi dedik, onun vasitəsilə biz divarda deşik aça bilirik? Düy bölüm yox ay. O alət. Drelin. Nə idi? Drel. Drel də. Drelin qurğusu necə olurdu? Hansı qurğu drel. verilmişdi? Drel spiralvari qurğudan istifadə şəklində edirdik. qurğu idi. Bəs drel olmayanda nə istifadə edirik? Hansı alətdən? Deməli, deşik açandır, bir də şilyamburdan istifadə edirik. Aha, indi deşik açanla şilyamburlan iş zamanı ardıcıllıq necə idi? Deməli, əvvəlcə yerini nişanlayırdıq. Şilyambur və yaxud deşik açan perpendikulyar şəkildə divara tutulur. Hər zərbədən sonra əvvəlcə kiçik zərbələrlə, sonra isə böyük zərbələrlə vurmaq lazımdır. Hər zərbədən sonra da kiçik bucaq altında öz oxu ətrafında fırladırıq. Aha. Hazır deşiyə yerləşdirilir. Bu da taxta düybellərdən istifadə olunur. Taxta tıxac. Deşiyin diametrindən taxta tıxacdan, 1-2 millimetr böyük olmalıdır. Bir də tıxac divarın səviyyəsində olmalıdır, önə çıxmamalıdır. Sonra nə idi? Bir də şurupda bağlanan zaman 2-3 millimetr qabağa çıxmalıdır. Bəli, deyirdik ki, tıxacın diametrinə, uzunluğuna uyğun şurup vurup bəlkə deyirik. Tıxacın diametr və uzunluğuna. Bəs təmir edirəm. Təmir edəndə nə edirdik? Təmiri necə aparırıq? Təmir edəndə də düy belindən şurup bir qədər əvvəlkindən böyük götürmək lazımdır. Böyük götürülürdü, bəli. Bəs deşik açan şulyamburla işləyərkən hansı təhlükəsizlik qaydalarına əməl edirdik? Deyirdik, məsələn, qoruyucu olaraq nə istifadə edirik? Eynəkdən istifadə edirdik, bir də əlcək geyinirdik. Bəli, eynək və əlcəkdən istifadə edirdik. Sonra, Leyla. Sağ olun, Mərmə. Sağ olun. Leyla, de görün mənə, ələnmiş undan hazırlanan xəmir necə olur? Yüngül olur, tez acıyır, yaxşı yoğrulur. Aha, bəs nişasta əlavə etmək istəyirəm una. Nə edirik? Onu eləməmişdən əvvəl əlavə edirik, daha sonra onunla birlikdə ələnir. Aha, xəmir necə hazırladıq? Su və yaxud da mayenin içərisinə istəsə un əlavə edirik. Duz və yaxud da suyun içərisinə istəsə una əlavə edirik. Aha. Və yoğrulur. Bəli, bu suyun temperaturu verilmişdi bizə. Mayalı xəmirlərdə necə olurdu? Mayalıda ilıq, yağlıda sərin. Mayalı da dedik ki, ilıq, qat-qat, yağlı xəmirdə sərin olurdu. Yaxşı. Bəs xəmiri yaxşı qarışdırdıq. Sonra nə edirik? Qarışdırandan sonra hövsələyirik, ondan sonra da kündəliyirik. Sonra üzərini nə ilə örtürük? Üzərini çay dəsmalla. Nə qədər dincə qoyuruq? 10-15 dəqiqə. Aha. Bəs xəmiri yayan zaman yapışmasın deyə nə edirdik? Səpilir. Oxlov da unlanır yapışmasın deyə. Mayasız xəmiri necə köpürdürük? Deməli, sirkədə söndürülmüş soda ilə ya da qabartma tozundan istifadə olunur. Azərbaycan kulinariyasında şirniyyatlar neçə növə bölünür? Birinci növ də ikinci növ. Birinci növ mayasız, deməli, yağlı, şəkərli xəmirlərə aid. İkinci növə isə içi şəkər, qoz içlikli olanlar. Bəli. Bəs paxlava nə idi? Paxlava da deməli badamlı, qozlu, fındıqlı içliyi olan şirniyyat. Yaxşı. Dedik paxlavalar həmçinin bölgələrinə görə də fərqlənirdi. Hansı idi? Şəki, Gəncə, Bakı, Naxçıvan, Quba və s. Aha, bir də nə oldu? Ərişdə şəkilli, onu da yadda saxla. Ərişdə şəkilli paxlava da olurdu. Bəs paxlava xəmiri necə olur? Paxlava xəmiri mayasız olur. Necə yəni necə olur? Paxlava xəmiri mayalı, mayasız, qat-qat. Mayalı və mayasız olur. Qat-qat da olurdu. Əsasən hansıdan istifadə olunur? Əsasən mayasız.
Niyə mayalı? Mayalı. Mayalı, əsasən mayalı istifadə olunurdu. Yaxşı. Bəs bu paxlavalar bir-birindən nəyinə görə fərqlənir? Paxlavalar içliyinə görə, Aha. deməli xəmirin mayalı mayasız olmasına görə, bir də tərkibinə görə, şərbətin tərkibinə görə, bir də bəzədilmə üsuluna görə. bəzədilməsinə görə. Bəzədilmə üsuluna görə idi, bəli. Yaxşı. Ən çox üstünlük verilən hansı doğrama üsulu Son idi? şəkil. Aha. Paxlavanı bişirmək üçün qaydamız necə idi, ardıcıllığımız? Deməli, dayaz metal tavada bişirilir. Çəkilmiş ləpələr şəkərlə qarışdırılıb, içinə bərabər səviyyədə yayılır. Ondan sonra nə idi? Yayılır. Tavaya qoyuruq, yağlayırıq. Yağlanır. Ondan sonra içinə içli əlavə olunur. Bərabər səviyyədə. Ondan sonra da bişəndən sonra şərbət gəzirilir. Yox, kip oturdulur. Nə edirik? Doğrayırıq, yumurta sarısı çəkirik. Hələ qaldı axı. Ardıcıllıq şərtdir. Sarısı çəkirik, sonra nə edirik? Biz onu deyirdi yəni layın arasını yağlamamıza baxmayaraq, bir də orada bişmə zamanı fasilə verib nə edirik? Sobadan götürüb yağ əlavə edirik. Bəli. Yenidən sobaya qoyuruq, sonra ondan sonra da biraz bişəndən sonra götürüb üstünə şərbət əlavə olunur. Bəli, bişir, sonra biraz gözləyirik, üzərinə nə edirik? Şərbət əlavə edirdik. Şərbət də paxlavaya xüsusi dad və yumşaqlıq verir. Yadda saxlayın. Xüsusi dad və yumşaqlıq. Yaxşı. Bəs paxlava üçün içlik necə olur? Paxlavanın üçün içlik deməli qovrulmuş və yaxud da təmizlənmiş ləpələrdən istifadə olunur. Bəli, istifadə olunur. Yaxşı. Bəs əgər qoz nəymiş? Fındıq istifadə edirəm. Nə edəcəm? Onda qovrulur, üzü təmizlənir. Yox, əgər badamdırsa, bir neçə dəqiqə qaynar suda saxlanılır, ondan sonra üz qabığı soyulur. Aha, bəli. Bəs paxlava içliyi üçün miqdarı nə qədər idi? Eyni miqdarda 5 qram ləpəyə 5 qram şəkər tozu əlavə olunur. Aha, bal şərbəti üçün miqdar nə qədər idi? Deməli, bal şərbəti üçün 500 qram balla 100 qram su əlavə olunur. Aha, bəs bal şəkər? Bal şəkərdə də deməli 1,5 stəkana 2 stəkan su əlavə olunur. Bəs nə qədər bal qatılır? 200 qram şəffaflaşıb uzanayan nə idi? Sap kimi süzlənə kimi. Aha, bəs şəkər şərbəti? Şəkər şərbətində də 1 stəkan şəkəri olur, 0,5 stəkan da su qatılır. Ondan sonra zəncəfil, bir də portaxal qabığından da istifadə olunur. Zəncəfil 0,5 çay qaşığı olur. 5 dəqiqə gözlədilir, qaynadılır. Konservləşdirmə nə idi? Qida məhsullarının zərərli mikroorqanizmlərinin həyat fəaliyyəti dayandırılır. Bəli, yaxşı. Konservləşdirmənin əsas üsulları? Qurudulma, duza qoyulma, qızqırtma, qaxac edilmə, hissə vermə. Aha, yaxşı. Bəs de görün mənə. Bəs ən yaxşı üsulu hansı idi? Dondurulma. Dondurulma idi, bəli. Sterləşdirmə nədir? Sterləşdirmədə tərkibində olan mikrobların məhv edilməsi. Aha, bəli. Yaxşı. Bəs sterləşdirmədə mühit deyirdik. Mühit deyəndə nə nəzərdə tutulurdu mühit? Mühit deyəndə deməli mühit havada olurdu. Yox, mühit. O əsas istilik vasitələridir sterləşdirmədə. O hava idi, su idi, buxar idi. O istilik vasitələridir. Amma mühit deyəndə nə başa düşürdük? Şirələr, həmçinin hava. Yağ. Sos, yağ, su, nə idi orada da? Bulyon. Sonra, bəs qurudulma nə idi? Rütubətin kənarlaşdırılmasıdır. Bir də ilkin emal üsuludur. Qurudulmanı harda yerinə yetiririk? Havada, küləkdə, bir də vakuumda. Aha, bəs hissə vermə nə idi? Hissə vermə də kimyəvi konservləşdirmədir və susuzlaşdırma. Bir qədər də susuzlaşdırılması. Dedik ki, burada ərzaq məhsulu quruyur, nə edirdi?
tüstünün canına çəkir, Canına qurtulmalı. çəkirdi, bəli. Bəs qaxac edilmə nə oldu? Qaxac edilmədə bu da kimyəvi nə idi? Kimyəvi konservləşdirmə idi, amma bu xörəkçi su vasitəsilə. Aha, bəli. Yaxşı. Bəs qıcqırtma? Bu da demək qızqırtmada turşuların bioloji üsulla saxlanılmasıdır. Aha. Sonra bəs ev şəraitində konservləşdirmək üçün bizə nə lazımdır? Banka. Sonra bir də banka. Hə. Yox, banka bağlayan, sürtgəc, tərəvəz doğrayan, sonra ləyən, bir də aş süzən. Yaxşı. Bəs kip Məsələn. bağlama nədir? Kip bağlamada deməli emal ediləcək məhsulun ağzı kip bağlanır. Burada mikroorqanizmlər və hava bu əlavə havanın düşməsinin qarşısı alınır, girməsinin içərisinə. Bəli. Növlərə ayırmada nə etdik? Növlərə ayırmada deməli yetişmə dərəcəsinə görə, keyfiyyətinə görə, bir də ölçüsünə görə növlərə ayrılır. Aha, bəli. Növlərə ayırdıq. Bəs yuma? Yumada da sirkin və zərərli mikroorqanizmlər kənarlaşdırılır. Kənarlaşdırılırdı, bəli. Yaxşı. Bəs de görün mənə çəkilib qablara doldurma. Deməli, xam mal çəkilir, o lazımi miqdarda nətər izah eləyim bunu? Yəni ki, siyahıda olan tələblərə uyurduq da buradan. Aha. Bəli. Yaxşı. Bəs de görün mənə pörtmə nə idi? Pörtmə qaynar su ilə ya da buxarla emal Buxardan emaldır. Bəli. Deyirdi ki, burada nə edir? Təbii rəngi qorunurdu. Bankaya kip yerləşdirmək asanlaşırdı. Bəli. Sonra bəs hansı qablardan istifadə edirik qablaşdırma üçün? Hansı qablardan istifadə edirik? Aha. Deməli, şüşə bankalardan, taxta çəlləklərdən, daha sonra yeşiklərdən, vedrələrdən istifadə olunur. Emalı çənlərdən də istifadə edə bilərik. Yaxşı. Bəs bu qabları doldurulmamışdan qabaq biz steriliz edirdik. Necə edirdik? Sterilləşdirirdik. Deməli, necə eləyirdik? Bankanı 5 dəqiqə, geniş qazanda 5 dəqiqə qaynadılırdı. Qaynadılırdı. İlk öncə hansı məhlulla yuyurduq biz o qabları? Hansı məhlulla? Qida sodası da. Qida sodası məhlulu ilə qaynar su ilə dedik yuyuruq, qaynar su ilə yaxalayırdıq. Ondan sonra bankaları neçə dəqiqə steriliz edirik? 5 dəqiqə. Bəs qapaqları, rezin aralıqları, 15 dəqiqə idi. Aha, yaxşı. Ev şəraitində sterilizləri necə edirik? Qaynar suda aparılır. Deməli, yekə qazan götürülür. Eyni ölçüdə bir neçə dənə bankanı yerləşdirirlər. Daha sonra dəsmal qoyulur qazanın dibinə. Dibinə dəsmal qoyulur. Yoxsa metal tor qoyulurdu? Metal tor qoyulur, üzərinə dəsmal qoyulur. Sonra da üzərinə dəsmal sərirdik onun. Ondan sonra qazla suyu tökürük. Su tökülür. Ondan sonra əgər dəmir qapaqla bağlanıbsa, tərəvəzlərlə eyni hündürlükdə tökülür. Ondan sonra bankalar bir-birinə dəyməməli idi. Suyun hərarəti necə olmalı idi? Suyun hərarəti uyğun. Konservlərin hərarətindən artıq olmamalıdır. Aha. Konservlərin hərarətindən artıq olmamalıdır. Soyudulma nə idi bəs? Soyudulma. Soyudulma da deməli pasterizə və yaxud da sterilizə edilmiş pasterizə bir də sterilizə bitəndən sonra bankaların xüsusi tutqacların köməyi ilə götürülürdü. İsti suya, daha sonra isə soyuq suya qoyulurdu. Yox, isti suya qoyulurdu, sonra soyuq su əlavə olunurdu içinə. Deyirdik ki, qazına ehtiyatla qoyurduq, su əlavə edirdik, sonra suyu boşaldırdıq, ondan sonra yalnız nə edik? Soyuq su tökürdük. Soyuq su. Bəli. Yaxşı. Bəs konservləri necə saxladıq? Ağzı kip bağlanır, qaranlıq yerdə saxlanır. Neçə dərəcədə? 4-8 dərəcədən keçməməli idi.
Aha, yaxşı. 6-cı sinifdən de görün mənə. Öz iş yerini səliqəyə salırdı. Öz iş yerini səliqəyə salırdı tənəffüs zamanı. Dərsin başlamasına nə qədər qalmış məktəbdə olmalı şagird? 15-20 dəqiqə. Aha. Dərs zamanı müəllimin icazəsi olmadan məktəb ərazisini tərk etməməlidir. Ümumi davranış. Üst geyimində gəzmək, dərsdən kənar vaxtda məktəbdə gəzmək Ümumi davranış. Qadağan idi. qadağandır. Yaxşı. Öz iş yerinin təmizlik, səliqəliyinin qorunmasına cavabdeh olmalıdır. Dərs zamanı. Öz iş yerini səliqəyə salmaq, Tənəffüs zamanı. nəzarət edir, Tənəffüs zamanı nəzarətçi. növbətçi edirdi. Əlbəttə. Bəs üzürlü səbəbi olmadan dərs buraxmamalıdır. Ümumi davranış idi o. Aha, dərsdən qalarsa nə təqdim edirdi? İzahat, valideyn tərəfindən izahat, bir də tibbi arayış. Kimə verirdi bunu? Sinif rəhbərinə. Aha, yaxşı. Bəs də görün mənə müəllimləri, valideynləri, digər qonaqları gördükdə onlarla salamlaşmaq, onlara yol vermək. Tənəffüs zamanı. Büdcə neçə anlayışla xarakterizə olunur? 2. Hansı Gəlir vədə? və xərc. Gəlir nəyə deyilir? Gəlir hər hansısa bir işin nəticəsində aldığı pul mükafatı. Aha. Bəs nə zaman yığma yönləndirdik pulun bir hissəsini? Gəlir xərcdən çox olar. Əgər xərclərdən çox olarsa, onda kəsr olur. Aha. Ev mühasibatçısı kim oldu? Hamısı, ailə üzvlərinin hamısı. Hər biri ola bilərdi. Yaxşı. Bəs inflyasiya nə oldu? Pulun dəyərinin düşməsi. Əmək haqqı nə qədərdir? Əmək haqqı 80-dir. Qida məhsullarının alınması, 40, yığım qənaətlə yığılmış pul, 5. şəxsi təsərrüfatdan əldə edilən gəlir, Şəxsi təsərrüfatdan 5-4%. təqaüdlər, Təqaüdlər, müavinatlar 9%. ayrı mənbədən gələn gəlir, Bu ayrı mənbədən gələn gəlir 7%. kino, teatr, muzey. 10%. Sonra bəs geyimdir, mebeldir, Geyim, mebel 20%. 20% idi. Mütləq ödəmələr, vergilər, yığımlar. 25. Biz divara əşya asarkən hansı tələbləri nəzərə almalıyıq? Deməli, bərkidilmə yerinə məqsəd uyğunluğun, bir də əşyanın təyinatından və bərkidilmə üsuluna asılı olaraq etibarlılıq, bərkidilmənin etibarlılığı. Neçə üsulumuz var idi? 2. Görünən, görünməz. Görünən kronşteynlə, görünməz daxili millə. Kronşteyn nəyə deyilir? Divara bərkidilməsi üçün altlıq dayaq. Aha, bəs bərkitmə vasitələri? Bərkitmə vasitələri deyəndə deməli şurubdur. Daha sonra bərkitmə Şurubdur, vasitələri. bərkitmə. Bərkitmə. Bərkitmə hansı idi? Hə. Bərkitmə vasitələri deyəndə ankeri falan nəzərdə tutulur. Aha, doğrudur, bəli. Bəs bərkidilmə vasitələri? Düyübel. Bəli, Bərkidilmə vasitələri. Bərkidilmə vasitələri. Burada bu şurubdur. Niyə şurup olur? Gələ şurup da ona aid də. Biri var bərkidici vasitələr, biri var bərkidilmədə. Bərkidici vasitə nə idi? Bərkidici oldu şurup, dübel, anker. Bərkitmə vasitəsi Hansı oldu? Bilmirəm. Nə idi? Metal asmalar, kronşteyn. Onlar soruşursunuz. Elə ayrıca kitabda verilib ki, bölümü Bəli, belə. biri var bərkidici vasitələr, biri də var nəyi dedik bayaqlarım? Bərkidilmə. Bərkitmə. Bərkidilmə. O cümlələrə fikir verməmişəm, ona görə ayrıca eləyə Bəli, bilmirəm. bərkidilmə deyirsə 3 dənədir. Metal kronşteyn, metal asmalar, bir də nə idi? Metal asma dayaq. Dayaq. Bəs amma bərkidicilər deyərsə, Onda ankeri idi, düyübeli idi, şurup idi. bəli. Yaxşı. Bəs də görün mənə dübel nədir? Düyübeli plastik tıxac. Aha, anker. Dəmir bolt. Hansı əşyaları biz ankerlə bərkidirik? Ağır. Ankeri vuran zaman orada qum, toz dənələri nə ilə təmizləyirik? Senin toz soranla təmizlənir. Ankerin vurulma ardıcıllığı
dəlik burulanır, tozdan təmizlənir, anker dəliyə quraşdırılır və əşya vəşdir. Aha. Bəs suvaq altında olan kabelləri necə aşkar edirik? Siqnalizator vasitəsilə. Nə qədər olan aşkar edirdi? 5-7 sm. Bəs kərpic divara hansı dübeli quraşdırırıq? Deməli, mismar düybələr. Aha. Mismar dübeli hansı hissədən ibarətdir? Mismar düybel tıxacdan ibarətdir. Bir də O da tıxacdan bir də şurubdan ibarət. şurubdan, bəli. Yaxşı. Tıxac hissəsi nədən olan deyir daha etibarlıdır? Neylondan. Yaxşı. Kərtiklər çox olarsa yaxşıdır, yoxsa az olarsa? Çox olarsa yaxşı. Çox olarsa. Sonra quraşdırma ardıcıllığı Deməli, dəlik burulanır, düybel dəriyə quraşdırılır, şurub bağlanır, ondan sonra əşya bərkidilir. əşya bərkidilirdi, bəli. Məsaməli materiallara hansı dübel quraşdırılır? Məsamələrə spiral montaj şurubları vasitəsilə. Aha, bəli. Alçıban gips kartona. Ayrıca kəpənək düybələrindən istifadə olunur. Aha. Bəs kəpənək dübelləri nədən ibarətdir? Dayandırıcı kənarlardan bir də bığcıqlardan. Aha. Nəyə xidmət edir bunlar? Bığcıqlar dönməsinə, kənarlarda deşiyə düşməsinə. Bəs divarda deşik açmaq üçün nədən istifadə edirdik? Yeşil yampurdan. Ondan Bir də əvvəl. deşiyə çıxır. Ondan əvvəl. Dreldən. Aha, dreldən. Hansı burğusu verilmişdi drelin? Burğusu spiralvari. Spiral şəkilli idi, bəli. Deşik açan və şilyanburla necə açırıq deşiyi? Ardıcıllıq necə idi? Deməli, deşik açan və şil yampurlar necə açılır? Əvvəlcə divara perpendikulyar tutulur. Əvvəlcə yüngül, daha sonra güclü zərbələrlə divara vurulur. Hər Ondan zərbədən. sonra necə? Hər zərbədən sonra nə edirik? Hər zərbədən sonra müəyyən, daha doğrusu öz oxu ətrafında fırladılır. Kiçik bucaq altında fırladırırdı. Yaxşı. Deşiyi aldıq. Sonra nə edirik? Düybeli vururuq. Ondan sonra da burada da deşiyin diametrindən 1-2 mm böyük olmalıydı. Nə böyük olurdu? Tıxac. Tıxacdan dübeli vurmaq üçün tıxacdan istifadə edirik. Tıxac da 1-2 mm böyük olmalıydı. Bəs vurduğumuz tıxac divardan kənara çıxır, yoxsa çıxmamalıdır? 2-3 mm qabağa çıxır. Tıxac çıxır kənara. Yox, şurub çıxır. Tıxacı deyirəm də, mən çıxır, çıxmır. Daşsız əməli. Tıxac çıxır, çıxmır kənara. Çıxmır. Tıxac Eyni çıxmır. şeydə olur. Şurub çıxır 2-3 mm. Bəs təmir edirəm bu dübeli, tıxacı. Onda nə edəcəm təmir zamanı? Onda biraz böyüsünlə, diametri biraz böyüsünə əvəz olunur əvvəlkinə. Bəli, deşik açan şilyanbur ilə işləyərkən qoruyucu olaraq nədən istifadə edirik? Əncəşdən, eynəkdən. Aha, bəli.